ABŞ prezidenti Donald Trump'ın Ukrayna münaqişəsi ilə bağlı sülh yaratma cəhdləri davam edir. Rusiya prezidentinin ardından Trump Ukraynalı həmkarı Volodymyr Zelenski ilə telefon danışığı aparıb. Birinci danışığın təfərrüatlarından aydın olan məqamlar var artıq. Biz indi Vaşinqtona birbaşa bağlanırıq. Ətraflı məlumatı Amerika təmsilçimiz Nimət Tahiroğlu verəcək. Nimət, buyurun, söz sizdədir. Ceyhun, bəli, Ağ Evin yaydığı açıqlamaya görə artıq ABŞ prezidenti Donald Trump'ın Oval Oak kabinetində Ukrayna prezidenti Volodymyr Zelenski ilə telefon danışığı oldu. Trump və Rusiyalı həmkarı Vladimir Putin arasında dünən baş tutan telefon danışığı zamanı əldə olunan razılaşmalar müzakirə edildi. Trump bildirdi ki, söhbət 1 saat yarım davam edib və söhbətin çox hissəsi Rusiya və Ukraynanın tələb və ehtiyaclarını əlaqələndirmək üçün prezident Putinlə dünənki söhbəti əsaslanıbdır. Tezliklə bəyanatın da dərc olunacağı bildirilir. ABŞ-də həm də müzakirə mövzusu Trump və Putin arasında son telefon danışığıdır. Bu, ABŞ-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Rusiya tərəfinin ayrı-ayrı bəyanatından əldə edilən fikirlərə yanaşı Ağ Evin bəyanatında, eləcə də Trump'ın açıqlamasında da görüşün məhsuldar keçdiyi aydın olur. Prezidentlərin söhbəti müxtəlif mövzuları əhatə etsə də, təbii ki, əsas diqqət Ukraynaya telefon danışığı ilə bağlı açıqlanan təfərrüatlar Amerikanın bir çox analitik mərkəzlərində şərh edilir. Qeyd edilir ki, indiyədək sülh danışıqları aparılmayıb və döyüşən tərəflərdən heç biri danışıqlara açıq olmamışdır və bunun səbəbi tərəflərin mövqelərində tamamən zid yanaşmaların olması idi. Lakin Ukraynanın razılaşdığı kimi 30 günlük atəşkəsin olmayacağı da son telefon söhbətində Rusiyanın mövqeyindən aydın olubdur. Atəşkəs yalnız enerji infrastrukturuna zərbələrin dayandırılması ilə məhdudlaşacaq ki, bununla da çox güman ki, hərbi hədəflərə hücumlar davam edəcəkdir. Yəni, cəhbədə müharibə və insanlar ölməyə davam edəcək. Təbii ki, qismən atəşkəsə əməl olunarsa, bu mülki əhalinin itkilərini azaldacaqdır. Liderlər ABŞ və Rusiya arasında ikitərəfli münasibətlər yaxşılaşacağı təqdirdə nəhəng iqtisadi sövdələşmələr olacağına da dolayısıyla söz veriblər. Ceyhun, telefon danışığından sonra ABŞ-də ən çox müzakirə olunan məsələlərdən biri də Ukrayna prezidenti Volodymyr Zelenskinin münaqişənin həlli üçün Avropa danışıqlar masası arxasında olmalıdır. Təhlükəsizliklə ilə bağlı hər şey Avropa ilə birlikdə həll edilməlidir açıqlaması ilə bağlıdır. Qeyd edilir ki, Avropanın kənarda qalması ilk növbədə Avropa İttifaqının geosiyasi ambisiyalarına zərbədir. Lakin Avropa indiyə qədər Trump administrasiyasının səylərində önə çıxmayıbdır. Və çox güman ki, Trump komandasını Avropanı Rusiya ilə danışıqlara tərəfdaş kimi cəlb etməyin müsbət strateji olduğuna inandırmaq da çətin olacaqdır. Bundan başqa Avropa ilə ortaq işləmək də Trump'ın üslubuna uyğun gəlməyə bilər. Birləşmiş Ştatlardan bu saata çatacağı məlumatlar bunlar, Ceyhun.